Mən heç bir əməlimə görə peşman olmamışam və inşallah da heç vaxt peşman deyiləm. Gələcəkdə də peşman olmayacağam. Nəyə görə deyirəm? Quran oxuduğuma görə, mərsiyə oxuduğuma görə, ən azı vloqlar çəkdiyimə görə, ən azından haqqın yolunda olduğuna görə, insanları maarifləndirdiyimə görə heç vaxt peşman olmamışam. Daima hər zaman da bunu eləyəcəm. Hər zaman da bunu eləməyə hazıram. O insanlar peşman olsunlar ki, bu cür insanları həvəsdən salmağa çalışırlar, ruhdan salmağa çalışırlar, həvəsdən salmağa çalışırlar, insanları gözdən salırlar. Ay sən beləsən, sən də bacarmazsan, səndə alınmaz. Hanı o insanlar? Yoxdur o insanlar. O insanlar qaldı geridə, amma mən irəliləyirəm. Allahın sayəsində, Allahın lütfu ilə qabağa gedirəm. Çox şükür olsun ki, ölənə qədər də belə eləyəcəm. Allah bizləri Əhlibəyt əleyhissalam məşhurdur.